Demək, biz indi işləyəcəyik bu gün 121-ci sualı. 121-ci sualda didn't var uşaqlar. Görürsünüz, mən heç bir cümləni tərcümə eləmirəm. Sadəcə qaydanı yaxşı bilirəmsə, testi tətbiq edib cavabını tapıram. Cümlədə didn't varsa, inkar var. Bir cümlədə uşaqlar 2 inkar ola bilməz. Ona görə və some da demişik, inkar cümlədə işlənə bilməz. Y variantı doğru cavabdır. 122-ci sualda yenə didn't var, inkar var. Bir cümlədə 2 inkar ola bilməz. Some inkar cümlədə işlənə bilməz deyə B variantı doğru cavabdır. 123-cü sualda don't var. Don't inkar cümlədə yəni inkarlaşdırıb da artıq cümləni. Some inkar cümlədə işlənmir. Bir cümlədə 2 inkar olmur. D variantı doğru cavabdır. 124-cü sualı işləmək üçünsə water su deməkdir uşaqlar. Törəmələrdən sonra qətiyyən yəni isim gələ bilməz. Sonra no-dan sonra any ümumiyyətlə işlənə bilməz. Let me have some water. I am very thirsty. Qoy mən biraz su içim. Mən çox susuzam. Yəni niyə deyim ki, qoy mən biraz su içməyim. Mən çox susuzam. Mənə uyğun gəlmir deyə onu seçə bilmirik. Don't varsa bu cümlə inkar cümlədir. İnkar cümlədə no işlənə bilməz, nothing işlənə bilməz. Çünki bir cümlədə 2 inkar olmaz. Some isə ancaq təsdiq cümlələrdə işlənir deyə B variantı doğru cavabdır. 126-cı sualda couldn't var. Couldn't inkarlaşdırıb artıq cümləni. Some inkar cümlədə işlənə bilmir. Bir cümlədə 2 inkar ola bilməz. Any də bayquş kimi tək işlənə bilmir uşaqlar. Any'dən sonra mütləq isim gəlməlidir. Ona görə düzgün cavabımız olacaq B variantı. Demək, deyir ki, she couldn't buy anything at the shop. Mağazadan bir nəsə ala bilmədi. 127-ci sualda sites cəmdədir. Each'dir, neither'dir, every'dir, either'dir. Bunlar tək isimlərlə işlənir. Elə qeyd dəftərinin övündə də var ki, each'lə every'dir, either'dir. Bunlar ancaq tək isimlə işlənir. Neither sözünü yanına yazmışam ki, üstəgəl sayılan tək isim. Banks sahil deməkdir uşaqlar. Prosta Bill went to some... burada bank elə mənasında işlənir. Bankın 2 mənası var. Biri bildiyimiz bank, biri də ki, getdiyimiz çayın sahili falan elə adlanır. Burada sırf azar qaydasına əsaslanıb. Ümumiyyətlə, bu qayda çox asandır. Sadəcə uşaqlar testdə bunu yazını çox səhv yazırlar. Heç başa düşmürəm də niyə. Ümumiyyətlə, yazı saxlayın ki, az da digər deməkdir. Az isə digərləri deməkdir. Digərləri banklar olmaz ki, yəni bu isimləşibsə, özündən sonra isim istəmir də uşaqlar. Ən azı da ən artiklı var deyə, özündən sonra ancaq sayılan tək isim istəyir. Qalıram aynən yarasında, uşaqlar, samdan sonra da artikl gəlmir deyə A variantı. Məsələn, bir şey yadda saxlayın. Məsələn, some people deyirsiniz, yoxsa some the people. Some people deyirsiniz, uşaqlar, Z vermirsiniz ora. Some people, some students, some children. Və yenə eyni qaydadır. Məsələn, basamdan sonra artikl gələ bilməz. Görürsünüz, aynən də avtomatik getdi. Az əsdən sonra ümumiyyətlə isim gələ bilməz. Burada da planlar deyir. Ən azdan sonra da ən artiklı var axı. Cəm isim gələ bilməz. Cavab Y variantı qalır. Keçdim növbəti 130-cu testimə. Bu cümlədə of'u görürsünüz uşaqlar. Törəmələrdən sonra of gələ bilməz. Sonra çıxdı o variantlar. Sonra baxıram ki, some axı tək işlənə bilmir. Somedan sonra mütləq isim işlənməlidir. Qaldım 2 variant arasında. Mən tərcümə eləmədən yenə tapa bilirəm. Necə? Məsələn, feilin sonunda S varsa, buna əvvəlki videoda dedik ki, məsələn, törəmələrin xəbəri həmişə təkdə olur, amma all cəmdə olur da. Ona görə all çıxdı, cavab qaldı C variantı. 131-ci sualda was var. Was təki bildirir, all isə cəmi bildirir. All cəmi bildirir. Ona görə onlar çıxdı. İkinci tərəfdə də baxıram ki, hələ bir şey görmürəm də. Demək ki, tərcümə eləmək lazımdır. Deyir ki, edildi insanları xilas eləmək üçün, yəni hər şey edildi insanları xilas eləmək üçün heç kəs daşqından əziyyət çəkmədi. Yəni burada A variantı uyğun gələr. Çünki B variantında deyir ki, insanlara xilas edilməsi üçün heç nə edilmədiyinə görə heç kəs əziyyət çəkmədi. Axı eləməyiblər, necə əziyyət çəkmədi? Y variantında deyir ki, insanları xilas eləmək üçün hər şey edildiyinə görə hər kəs əziyyət çəkdi. Uyğun gəlmir uşaqlar. A variantıdır. Bundan sonraki testlər bir qədər çətindir.
Diqqətlə qulaq asasınız, çətin deyil. Sadəcə özünüz yaza bilmirsinizsə, mənim köməyimdən istifadə edin. Bu tip testlər inanmıram o qədər də düşər, sınağa falan düşə bilər. İmtahana amma beləsini salmırlar, imtahana asan salırlar. Amma siz hər tərəfli bilin ki, hər bir şeydə özünüzə arxayın olun. Məsələn, 132-ci sualda xəbəriniz Word-də, düzdürmü? İçinə olanda xəbər həmişə təkdə olmalı idi. İkinci tərəfdə də was var. Was-da təki bildirir uşaqlar. Görsün, hamısı təkdədir. İndi mən baxıram ki, mənə deyir ki, tourists were safe. Deyir ki, bütün turistlər xilas edildi. Bəxtindən heç kəs ziyan dəymədi də, yəni heç kəs zədə almadı. Y variantı daha uyğun gəlir. Çünki A variantını qoysaz, məsələn, deyir ki, bütün turistlər xilas edildi. Bəxtimizdən hər kəs zədələndi. Məsələn, B variantı deyir ki, kimsə zədələndi. D variantı deyir, hər kəs zədələndi. Mənə uyğun gəlmir. No-nun isə özünün spesifik qaydası var ki, no kaprizini deyir, mənə artikl qətiyyən gözüm görməsində. Artikl istəmirsə no, uşaqlar C ilə D-nin arasında qalırsınız. V də yol deməkdir. Azəsdən sonra isim gəlmir də axı. Ona görə C variantı qalır. 134-cü sualda no yenə deyir ki, mənim gözüm qətiyyən artikl görməsin. Azəsdən sonra da isim gəlmir deyə Y variantını məcbursuz götürməyə. Sonra, in the newspaper we saw. Deyir ki, qəzetdə biz gördük. Samdan sonra isim gəlməlidir, amma bu isim deyil. Samdan sonra isim gəlməlidir. Anything sual və inkar cümlələrində işlənir. Sonra deyir ki, qəzetdə biz gördük nəsə ki, maraqlandırırdı. Everybody'dan sonra of gəlməz axı. Ona görə Y variantı qalır. Sonra I don't know deyir, inkar cümlədir. İnkar cümlədə nothing-in nə işi var axı? 2 çıxır ona görə, variantlardan da çıxır. Sonra yadınızı saxlayın ki, some inkar cümlədə işlənə bilmir deyə 3 çıxır. İndi maraqlıdır, eyni götürək yoxsa yox. Çünki ya cavab 1-4 ya da 1-4-5-dir. İndi mən də baxıram ki, deyir ki, mən bilirəm hər şey. Mən Mr. Brown haqqında hər şeyi bilmirəm. 1 düzdür. Mən Mr. Brown haqqında nəsə bilmirəm. 4 də düzdür. Amma eyni tək işlənə bilmir də, eynidən sonra mütləq nə gəlməli idi? İsim, about da isim deyil də. Ona görə C variantı doğru cavabdır. 137-ci sualda the police couldn't find. Polis tapa bilmədi. Cümlənin özü uşaqlar inkar cümlədir. İnkar cümlədir. Bir cümlədə 2 inkar ola bilməz. Aha, deyir ki, facts var burada. Faktlarda isimdir də, isim cəmdədir. Azəsdən sonra isim gəlməz. Ənazədən sonra uşaqlar sayılan tək isim gəlir. Ənazədən sonra sayılan tək isim gəlir. Cavab qaldı C variantı. Göstəriş tərcümə eləmədim yenə. Sonra everydən sonra of gəlməz deyə A variantı getdi. D variantı getdi. Sonra indi baxıram ki, məsələn, burada görürsünüz xəbər təkdədir, burada xəbər cəmdədir. Əgər xəbər cəmdədirsə, burada iç ola bilməz. Burada da xəbər tək speaks deyir axı. Bizə bilir ki, olun həmişə xəbəri cəmdə olub. Ona görə B variantı qalır. Demək, student-isə baxıram. Student sözü cəmdədir. Everydən sonra tək isim gəlir. İçdən sonra tək isim gəlir. Sonra, baxın, of var ikinci hissədə. Everydən sonra of gəlməz deyə cavab Y variantı qalır. Çox maraqlıdır. Bayaqını tərcümə eləmirəm. Çalışıram ki, nəyəsə tərcümə edeyim. Amma yəni cavabını avtomatik tapmaq olur. Məsələn, 140-da of var. Everydən sonra of gəlməz. İkinci tərəfdə də of var. Everydən sonra of gəlməz. Aynən Y arasına qalıram. Only some of the money was spent. Yalnız pulun bir hissəsi xərclənildi. Not all of it. Hamısı yox. Amma Y variantıdır ki, yalnız pulun hamısı xərcləndi. Hamısı yox. Yəni, mənə uyğun gəlmədi. A variantı düzgündür ona görə. 141-də never var. Never olan cümlə artıq inkar cümlədir. Bir cümlədə 2 inkar ola bilməz. Some inkar cümlədə işlənə bilməz. Sonra ikinci tərəfə baxıram. Baxıram ki, tapa bilmirəm. Demək, tərcümə. Deyir ki, you can never know everything. Sən hər şeyi deyir, həmişə bilə bilmərsən. There is always something that you don't know. Həmişə bir şey var ki, onu sən bilmirsən. Yəni, mənaya görə D variantı doğru cavabdır. 142-ci sualda didn't var. İnkar cümlədir. Some inkar cümlədə işlənə bilməz. Bir cümlədə 2 inkar ola bilməz deyə nothing-də çıxır. Mən C arasına qalıram. Aha, eynidən sonra da isim gəlməlidir deyə C variantı doğru cavabdır. 143-cü sualda Alice didn't tell me. Yenə inkar cümlədir. Some inkar cümlədə işlənə bilməz. Bir cümlədə 2 inkar ola bilməz. Sonra baxıram nəyə baxıram. Every tək işlənə bilmir axı bayquş kimi.
Yox, tərcüməyə qaldı. Yo, tərcümə eləmirəm. Axı didn't inkar cümlədir. Some inkar cümlədə işlənə bilməz. Deyir, Alice didn't tell me everything. Deyir, Alice mənə hər şey demədi ki. So there's still something that I don't know. Mən bilirəm ki, deyir, nəsə var ki, mən bilmirəm onu. Sonra of fəalların əsas tərəf birinci tərəfdir. Are cəmdədir deyə every çıxır, təki bildirir. One təki bildirir. Each təki bildirir. Törəmədən sonra of gəlmir deyə D variantı doğru cavabdır. 145-ci sualda maraqlı sualdır 145. Pasaka bir dənə 147-ni işləyim, gözüm dəydi ona. No'dan sonra demişik article gələ bilməz. No'nu sevirəm də, yəni çox asandır no'da cavabı tapmaq. Az əsdən sonra da isim gələ bilməz deyə D variantı doğru cavabdır. 148 də indi. No'dan sonra article gələ bilməz. Az əsdən sonra isim gəlməz. A variantı doğru cavabdır. Var yenə no. Yoxmuş. Keçdik 145-ə. 145-ə baxıram ki, is təki bildirir. Ən azı tək işlənə bilmir. O ancaq sayılan tək isimdən işlənir. İndi baxaq. Deyir ki, there are 2 foreign students in our group. Qrupumuzda 2 xarici şagird var. Biri Çindəndir. Sizcə digərləri Vietnamdandır, yoxsa digəri Vietnamdandır? 2 seçimdən biri olanda həmişə azə veririk. Amma 3-dən çox olsaydı, onda azəs verərdim. Elə bir ki, deyirəm ki, mənim bir bacım məsələn, deyirəm 5-ci sinifdə oxuyur. Mənim 2 bacım var. Bir bacım 5-ci sinifdə oxuyur. Digəri yuxarı sinifdə oxuyursa, digərləri, əlbəttə ki, digəri deyəcəm də. 146-da deyir ki, qorxuda bilər Steveni, o qorxusuz adamdır. Demək, heç nə Steveni qorxuda bilməz. Bu tərcümə idi. Bir dənə Everin çıxmalıydınız ki, isim gəlməli idi ondan sonra. 144-də was təki bildirir, all cəmi bildirir, boss cəmi bildirir, everydən sonra of gəlmir. Sonra ikinci tərəfə baxıram, one var. One isə isimləşir həmişə. Az istən sonra da isim gələ bilməz deyə C variantı qalır. Braslet elə bildiyimiz brasletdir, qola taxan falan belə bir şeydir. Cəmdə deyə everydir, neitherdir, eitherdir. Bunlar sonra cəm isim gələ bilməz. İkinci tərəfdə də of var, everydən sonra of işlənə bilməz deyə D variantı doğrudur. 151-də chains, zəncirlər sözü cəmdədir. Either, neither, every. Bunlar tək isimlərlə işlənirlər. Sonra everydən sonra da of gələ bilməz. Çünki ikinci tərəfdə axı of var uşaqlar. Ona görə B variantı doğrudur. Sonra were cəmi bildirir. Biz də bilirik ki, içdir, only one'dır. Bunlar təki bildirirlər deyə. Düzgün cavabımız 2, 3, 4-dür. 153-cü səsdə information sözü təkdədir. Sayıla bilməyən isimdir. Törəmələrdən sonra ümumiyyətlə isim gələ bilməz. Cümlənin sonunda baxın either var. Biz sizlə so dua, neither dua dərsini keçəndə keçmişdik ki, to, also, bir də either var. Either inkar cümlədə sonda işlənir. Demək, bu cümlə inkar imiş ki, no verməliyik ki, orada either işlənə bilsin. Butter yağ deməkdir uşaqlar. Törəmələrdən sonra isim gələ bilməz. Sonra görürsünüz, yenə burada da either var. Demək, o cümlə inkar cümlə olmalıdır ki, mən ora either verə bilim. Butter yağ deməkdir. Törəmələrdən sonra isim gələ bilməz. B variantı doğrudur. Documents sənədlər deməkdir. Törəmələrdən sonra isim gələ bilməz. Bir cümlədə 2 inkar işlənə bilməz deyə A variantı doğru cavabdır. 157-ci sualda isə couldn't inkar var. Some inkar cümlədə işlənmir. Bir cümlədə 2 inkar ola bilməz deyə D variantı doğru cavabdır.